1930'larda Coca-Cola'nın gücünə 3 təhdid vardı. İçki yasağının qalxması, böyük böhran və güclü rəqibin, yəni Pepsi kolası ilə PepsiCo'nun yüksəlişi. Alkollü içki qadağasının qalxması kolanın satışına təsir etmədi. Alkoqollu içkidən fərqli bir ehtiyacı ödəyirdi. Bəzilərinə görə kola qəhvənin yerini aldı. Coca-Cola həm də xoşbəxt bir dünyanı təqdim edirdi. Böhran zamanı belə Coca-Cola zənginləşdi. Şirkət yetkilisi Harrison Johnson 1936-cı ildə, demək 50-ci il tədbirində çıxışında dediyi kimi, məşərin 4 atlısı yer üzünə hücum edib çəkilə bilər. Coca-Cola əbədi qalacaqdır. Bu faktorlardan bəziləri kolanın rəqibi olan PepsiCo'da yaradı əslində və Coca-Cola rəqibini marka ihlali ilə məhkəməyə verir və illərcə hüquqi savaş başladı. İllər sonra 1942-ci ildə tərəflərin məhkəmədən kənar anlaşması ilə sonlanır bu mübahisə və Coca-Cola PepsiCo'ya etiraz etməməyə razı oldu. Pepsi də Coca-Cola'dan açıqca fərqli olacaq şəkildə qırmızı, beyaz və mavi bir logo mənimsədi. Başqa nəticə də kola sözündən qəhvəyi, karbonatlı, kafeinsiz, alkolsüz içkilərin adı halına gəlməsi oldu. Kola deyincə ağla bu fikir gəlir. İçkinin adı gəlir. Və nəticədə iki firma bir-birinin əslində varlığından faydalandı və sərt rəqabətin necə tüketicinin yararına olduğunu və tələbi də artıra bildiyinin klassik nümunələrindən dərsdir.